Salam. Gəlin Qarabağın futbolçusu Kadi Borjesin həyat yoldaşı Samara Gonsalveşin müsahibəsindən ən maraqlı məqamlara qısaca nəzər salaq. Deməli, Samara idmantürk.biz saytına danışıb bilirsiniz. Orada Kadi ilə necə tanış olduqlarını, Azərbaycandakı həyatlarını, yəni ürəyini açıb danışıb. Gəlin görək, əsas nələr var. Birinci məqam onların tanışlıq hekayəsi. Çox maraqlıdır da. Sosial şəbəkədə tanış olublar. Kadi o vaxt Portuqaliyada, Samara isə Braziliyada yaşayırdı. Təsəvvür eləyin, təxminən bir il onlayn danışıblar, sonra Braziliyada görüşüblər. Kadi Qarabağa transfer olunanda isə Samarada heç tərəddüd etmədən onunla birgə Bakıya köçüb. Sonra, ikinci nədir? Azərbaycan onlar üçün demək olar ki, əsl doğma məkanı çevrilib. Baxın, cütlük elə burada evlənib, hər iki qızları da Bakıda dünyaya gəlib. Samara deyir ki, əvvəlcə biraz narahat edim, çünki Azərbaycan haqqında çox məlumatım yox idi. Amma Bakını görüb müasirliyinə heyran qalıb, çox tez adaptasiya olub. Xüsusən də deyir, uşaqları burada böyütmək çox rahatdır, çünki həm təhlükəsizdir, həm də insanlar uşaqlara çox mehribandır. Və nəhayət üçüncüsü, Samaranın Azərbaycana olan sevgisi həqiqətən hiss olunur. İnsanların səmimiliyini, Azərbaycan mətbəxini, xüsusən təzə çörəyi və ətirli çayı, sonra Bakının öz gözəlliyini, hətta burada pişiklərə göstərilən qayğını da çox bəyəndiyini deyir. Vurğuluyur ki, bir neçə ölkədə yaşamışam, amma Bakı mənim üçün ən sevimli şəhərdir, ürəyimdə xüsusi yeri var. Bir sözdə görürsünüz də, Samara Gonsalveş üçün Azərbaycan sadəcə yaşadığı yer deyil, ailəsinin qurulduğu, övladlarının doğulduğu və ürəkdən bağlandığı ikinci bir evdir.